insanın hidayət prosesinin mərkəzində dayanır Allah. Quran oxuyanda biz görürük. Bu Allahın lütfüdür. Allah insanın hidayət prosesinin mərkəzində dayanır. Ona görə ki, bəndəsinə lazımdır bu faktor. Yoxsa heç vaxt insan yaxşı ola bilməz. Bilirsiniz, olsa, məsələn görərsən bir uşaq atasız böyüyər, uşaq vaxtı biraz nadinc olar, böyüyəndən sonra da özünü düzəldər. İnsan da Allahsız, Allah olmadan, yəni Allaha bəndəlik etmədən, bəndəlik konsepsiyasına əməl etmədən ola bilər ki, o insanların başa düşdüyü yaxşı adam olsun. Yaxşı adam nədir? Yəni hamının hörmət elədiyi, sayılan, seçilən bir nəfər olsun. Amma mənəvi cəhətdən necə? Mənəvi cəhətdən heç vaxt ola bilməz. Allah faktoru olmasa heç vaxt ola bilməz. 1. O nəfsinin əmrlərinin hamısından qaça bilməz. 2. Heç o bilə bilməz ki, nələr onun üçün xeyirlidir, ziyanlıdır. 3. Rəbbə bəndəlik etməyənə qədər mənəviyyat, ruh təkamül etmir. Görürsüz nələr eləyib Allah? Bu faydaları heç vaxt Allah faktoru olmadan insan ələ gətirə bilməyəcək. Bax, bu Allahın rəhmətidir.